Bugün 9. sınıf için keçirilmiş buraxılış imtahanının OTK sınav imtahanının suallarına baxırıq. 56-cı sualda düzgün variantı seçdik və sual artikolla bağlıdır. Cümləmizin həm birinci, həm ikinci tərəfində gələn eyni isim cəmdə olduğu üçün biz EN olan bütün variantları xaric edirik və doğru cavabımız B variantı qaldı. Çünki EN sayıla bilən tək isimlə işlənir, amma hər iki tərəfdə isim cəmdə olduğu üçün biz EN-i verə bilmirik və düzgün cavabımız olacaq B variantı. 57-də cümlə inkardadır. Biz sadə cümlədə, yəni burada birinci tərəf çünki sadə cümlə kimi gedir. Cümlə mürəkkəb olsa da. 2 inkar olmaz. Nothing və nobody-ni çıxıram. Something, somebody təsdiqdə işlənməlidir. İnkardan sonra gələn ən məşhur əvəzliyimiz anybody. Yəni 57 E variantı. 58-də Diana getməmişdən əvvəl güzgüdə kimə baxdı? Özünə baxdı. Qadın cinsində olduğu üçün qayıdış əvəzli mübtədə ilə uzlaşır. Herself A variantı. 59-da all the students did homework carefully. Bütün şagirdlər tapşırığı diqqətlə etdi. Burada bütün şagirdlər öz tapşırıqlarını olacaq. Deməli biz baxmalıyıq homework-ə. Homework isimdir. İsimlə işlənən tapmalı olduğumuz üçün yenə bütün variantları çıxırıq. A isimsizdir. B It's olmaz, çünki tələbələr öz tapşırıqlarını, tələbə cəmdədir, it's cansızdır. Them obyekt halıdır, şəxs əvəzliyinin, him də obyekt halıdır, düzgün cavab olacaq Z-yə, cəmdə və özündən sonra isim gələn əvəzlik. 60-da o suala düzgün cavab verdi və xoşbəxt göründü. Suala düzgün cavab verdi. Necə nə tərzdə zərfdir, correctly yazmalıyıq. Buna görə də mən C və D-yə baxıram. Seemed isə göründü. O necə nə tərzdə göründü? Seem özündən sonra sifət istəyən feildir. Seemed happy. Düzgün cavabımız olacaq C variantı. Birinci tərəfdə suala necə nə tərzdə cavab verdi zərf. İkinci tərəfdə özü xoşbəxt göründü sifət. Daha sonra biz keçid alacağıq deməli növbəti suallara. Hal-hazırda 60-cı sualın da izahına baxdıq. İndi 61-ci sualdan biz davam edirik.